Baku basın sürücüsü 2 avtomobili yararsız hala saldı. Bugün səhər saatlarında təxminən 10 radələrində Bakının Xətai rayon Həzi Aslanov metrosuna yaxın ərazidə Məhəmməd Hadi küçəsində yol nəqliyyat hadisəsi baş verib. Mitsubishi və Haval markalı avtomobillər Baku basın 11 nömrəli avtobusu tərəfindən yararsız hala salınıb. Hadisə zamanı Baku basın avtobusu yol kənarında park halında olan avtomobillərə çırpılıb. İlkin ehtimallara görə avtobusun sürücüsü sükan arxasında yuxuya gedib və məlum hadisə baş verib. Lakin sürücü yuxuladığını qəti şəkildə inkar edərək hadisənin özünün ehtiyatsızlığı ucbatından olduğunu dilə gətirib. Hadisənin üstündən 1 saat keçməsinə baxmayaraq, nə dövlət yol polisi əməkdaşları, nə də Baku basın rəsmilərindən heç kim hadisə yerinə gəlməyib. Haval markalı maşın sahibi Baku basın sürücüsünə təhqiramiz ifadələr səsləndirib. Avtomobilin sığortası olmasına baxmayaraq onun təmir olunmağını istəmir. Baku basın sürücüsünü məhkəməyə verərək yeni maşın almasını istəyir. Nəticələrin necə olacağını zaman göstərəcək. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.